Salam, hər vaxtınız xeyir. Gəlin belə bir sual izah eləyək. Qəbula düşmüş bir sualdır. Qədim Hindistanda Maurya sülaləsinin süqut etdiyi əsr. Maurya sülaləsi eradan əvvəl 180-ci ildə süqut eləyir. Bu da isə eradan əvvəl 2-ci əsrə aid olan bir hadisədir. Atropatenada indi eradan əvvəl 2-ci əsrdə baş vermiş hadisələri seçəcəyik. Seleviki 3-cü Antioxun hücumlarına məruz qalır. Bu eradan əvvəl 3-cü əsrə aiddir. Eradan əvvəl 223-cü ildə Seleviklər Atropatenaya hücum eləmişdi. Parfiya dövləti ilə müttəfiqlik əlaqələrinin yaranması. İstər Parfiya, istərsə Roma geniş işğalçı müharibələr apardığına görə Parfiya Romaya qarşı Atropatenanın eradan əvvəl 2-ci əsrdə müttəfiqlik münasibətləri yaradacaq. Bu düzgündür. Hökmdar Aryabarzan tərəfindən idarə olunması bu eradan əvvəl 1-ci əsrə aiddir. Çünki eradan əvvəl 20-ci ildə hakimiyyətə Aryabarzan gəldiyinə görə biz bunu götürmürük. Atropatenaya uyğun olan cavab isə burada yalnız və yalnız B variantıdır. İndi isə qədim Romaya baxaq. Konsullar tərəfindən idarə olunması, bəli, Respublika dövründə çünki konsullar tərəfindən idarə olunurdu və 2-ci əsr uyğundurmu? Bəli. Pun müharibəsində qalib gəldi. Pun müharibəsi eradan əvvəl 146-cı ildə bitmişdi və Roma qalib gəlmişdi. Bu da 2-ci əsrə aid olduğuna görə bunu da götürürük. Qulların öldürülməsinin isə qadağan olunması. Qulların öldürülməsi bizim erada qadağan olunmuşdu. Ona görə biz bu variantı götürə bilmirik. Düzgün cavab burada konsulların tərəfindən idarə olunması və pun müharibəsinə qalib gəlməsi. Yəni 1-ə B, 2-yə isə A, B. Düzgün cavab C variantı.